Hmm. Herkese salam kızlar. Necəsiz? İnşallah yaxşısınız. Bugün sizinle beraber çok güzel bir günlük vlog çekeceğime inanıram. Bəli. Bugün biz çok güzel bir gün geçireceğiz sizinle. Günlük vloguma hoş gelmişsiniz. Bu arada kanalıma abone olup videoma ise de like atmayı unutmayın. Sizleri çok sevirəm. Aslında bugün vlog çekmeyi istemirdim. Yuxuda özüm üçün danışırdım. Ne danışırdım? Yuxuda danışırdım ki bugün vlog çekme günüm kimi gedirmişdim telefonu ve alarm çalmışdım. Dedim ki yox əşi, halım yoxdur. Məndə o hal nə gəzir, o axut nə gəzir ki video çəkim. Amma çəkirəm. Bir tək sizləri düşünüb, bir də dedim qoy day çəkim də. Belə işlər. Durma saatimdə burada deyirəm. Saat 8:32'dir. Niye mən bu kadar tez durmuşam? Əslində 6-da 5-də durmamışam, 4-də durmamışam. Çünkü bugün sizinle çok güzel bir gün geçirecektik dedim. Durdum indi özümə belə eləmə yerimdə. Vlog çəkim. Yox, vlog çəkirəm yadam. Ben belə bir qərarsız adamam. Neyse boş verin. İlk öncelikle elime yüzüme şampunu vururam. Yani tek olarak elime. Sonra krant açıp el yüzümü yuyuram kızlar. Sonra bağlayıram krantı. Dəqiqə. Gitti. Haydi kardeş iş başına. Her səhər özümü yuyarkən bu nemləndiriciden istifadə etməsəm olmaz. Kombinime fikir vermeyin ama uyumlu giyinmişim. Bilirəm ama ev giyimi veya da yatak giyimidir. Telefonum kalsın. Böyle bir oyuncak aldım. Evet, çocuğum işte. Biliyorsunuzdur. Bugün bilmirəm nə giyinim ama yeni sifarişler gelecek. Of. Deməli qızlar, sizə yeni aldığım makyaj məhsullarını göstərmək istəyirəm. Bugün bu arada, mən nə etməmişəm sizcə? Gözləyin. Belə. Ev hava gəlsin. Deməli qızlar, yeni məhsullar almışam. Bugün 30 iyun ayı 30 iyun ayı ve bu güzel hava. Ayda çok qəşəng hava var, sərin. Nəysə qızlar, indi isə deməli nə edəcəm? Təbii ki də makyajlarımı göstərəcəm sizə. Belə bir çəhrayı tonda dodaq boyası vurdum ama bu biraz bənövşəyə çalardı bunu. Ataq bunu da kosmetikalarımın içine. Belə bir spot, çok güzel. Fondöten, yani tonal krem. Belə bir ənlik, çok sevirəm. Yeni bir fırça setim. Belə bir ənlik, indi bu ənlikdən də istifadə edəcəyik. Bir dakika kızlar. Belə güzel bir fırçetimiz. Wow. Efsanesin gerçekten. Sonra belə bir pudra. Pudra mən bir o qədər çox istifadə edirəm həqiqətən. Çünki çox lazım olur. Belə bir qırmızı gloz. Əslində şəftalı rəngdə, amma gözlədiyim rəng çıxmadı. Tünd pəmbə. Bu rəngi çox sevdim qızlar. Belə bir far, belə bir ənlik, yenə qırmızı. Çox gözəl, çox gözəl, gözəl.
fırsatımızı bura koyacağım. Bunu bura. Bunu ise bura koyacağım. İndi siz soruşacaqsınız ki kızlar, bu şkaf hardan çıxdı? Bu şkafı yeni getirdim. Çünkü həqiqətən bu şkaf mənə lazım idi. Lazım idi dedikdə də buranı çıxar, soyuq gəlir biraz. Lazım idi dedikdə isə niyə görə lazım idi? Çünki bura çox dağınıq görünürdü. Həm makyaj masam, həm iş masam. İş görərkən kompüter və səs yazanı götürəcəm bura. Makyaj edərkən bunlar elə burada qalsa daha yaxşı olacaq məncə də. İndi deməli burada hətta belə bir şeylərim də var mənim. Sketchbookum falan var. Belə nəysə boş verin. Burada aynam və maşınımın açarı da var bu arada. Olsun. Bəli qız, indi buranı bağlayıram, pərdələri də bağlayıram. Daha bəsdir, evə işıq gəldi falan. İndi nə edirəm? Çantam belə odur, hazırdır. Bugün yalnız və yalnız pəmbə kampus giyinirəm. Şakama benim pembe kampuslarım arkadaşlar. Barbie kimi çok güzel göründüğümün farkındayım arkadaşlar. Evet. Farkındaysan. Farkındaysan. Neyse kızlar. Böyle bir güzel bir şey. Bəli, evimin dekorları da bu ışığı aldım, taxdım bura. Bu ışığı biraz aşağı saldım. Neyse. Gedə-getdə belə bir iş çıxardım özümə. İndi deməli saata baxacağım. Saat 9:14'dür. 9:15'dir. Gedək kızlar o zaman. Let's go. Pembe kameram da çok güzeldir ha. Saat 9:17'dir. Ben kofi içmesem olar mı? Böyle bir çantam arkadaşlar. Neyse indi gedirəm kızlar ve saat 9:22'dir. Əslində gecikdim ha kızlar. Mənim qumral kuklam. Deməli kızlar, geldim evə. Ak kuklamla geldim gördüğünüz kimi. İndi isə qızlar, hara getmişdim? Saat 9:25 radələrində mən getmişdim deməli reklam çəkilişinə və sizə çəkə bilmədim maalesef. Və saat 11:10'da bitti. İndi saat 11:40'dır. Mən gəldim evə. Super. İndi isə neynirik. Tabii ki də oh be ya. Gedim görüm saat 11:45'dir. Kimsə var evdə. Bəli qızlar, gəlin. Salam mamulyam, necəsən? Salam qızım, necəsən? Çok sağ ol canım. Çayını içə bilərsən. Rahatsız etdiğim için üzürlü say. Mən işten geldim. Şap arkadaşlar, işten geldim. Farkında mısınız? Reklam çekilişində saat 11:45'te geldim işte. Yaxşı elədin. Anam da ağ saroçkada, ağ yaşıl. Yaşıl şalvarda ev geyimində. Bəli. Bəs necə? Tamam, neyse. Mimi'nin hediyesinde, Mimi markasının hediyesinde koyup bura. Tamam. İndi isə qızlar, mən gedirəm əynimi falan dəyişməyə. Ya da yox, əynimi dəyişməyəyəm. Bunu koyun bura. Bunu koyun bura. Bir dakika, çantamı. Telefonumu götürüm belə. Aha. Bir əlimdə kofe, bir əlimdə çay, kofe ilə bir əlimdə telefonu gedirəm. Rahatlanmaya arkadaşlar işte. Yarım saattir gelmişim. İndi saat 12:20'de kızlar. 12:22. Gelmişim otağa. Elə otaq eynidir yani. Belə. Ve kızlar saat 12:33'dür. Ben sizin karşınızdayım. Tamına 12 dakika sonra. Əynimə rahat ev donumu geyindim. Bunu evdə geyinirəm. Sadəcə olaraq çünki çox rahat bir dondur həqiqətən. Bütün donlarımdan rahatdır. Evdəyəm. Biraz telefonla falan baxdım. Kofemi içərək hava aldım. Əynimi geyinib gördüğünüz kimi. İndi isə biraz yatıp dincəlmək istiyorum arkadaş. Çünki saat 8'den durub reklam çəkilişinə getmişəm. Çok büyük. Düşünürəm ki, niyə burada
Çox gözəl bir arxa plan var. Ağ rəng, gül və işıq, flamingolu trend olan. Mənsə niyə burada vloqlarımda danışmıram heç? Burada çox gözəl bir video çəkmə bir alan kimi də bilərik əslində. Belə də olar, amma ən yaxşısı belədir qızlar, həqiqətən. Nəysə, onu sizə də boş verin. Mən indi durdum. Bildiyiniz kimi saat 12:50 radələrində yatmışdım. Bəli. İndi isə saat qızlar necə yatmışamsa heç xəbərim də olmayıb. İndi saat qızlar 13 dəqiqə baxım qoy. 14:04-dür. 14:04-dür. 14:03-də durmuşam. İndi sizə vlog çəkirəm. 14:03-də opuşum. Tam-tamına qızlar, deməli, yatdım neçə dəqiqə? 1 saat 15 deyə bilərik, 15 dəqiqə. Da 3 dəqiqə zətdə yuxuma ona görə. Nəysə, 1 saata çox super yuxu yatdım. Bu vaxt yatsaydım, mən saat 9-da falan durardım. Əgər 1 saat artıq yatsaydım səhər. Nəysə, boş-boş danışmaq istəmədiyim üçün gedirəm indi günorta yeməyinə həmən. Saat 14:10-dur. Mən mamaya deyirəm səhərdən ki, nə bişirmişəm. Mama da deyir ki, mənə nə bişirək. Həqiqətən də dostlar, elə də yəni, heç bilmirsiniz. Şükür, mama bizə gözəl bir göyərtili külləmə edir axır. Siz külləməsi, bəli. Dostlar, saat 3-ün yarısı da acından ölürəm həqiqətən. Deməli, yemək yedik qızlar. Saat 4-ün yarısıdır. 4-ün yarısı yox, saat 15:25-dir, bəli. Deməli, acından ölürdüm həqiqətən. Yemək yedim, qabları yudduq, mamaya da kömək elədim biraz buralarda falan. İndi hava haqqında məlumatlara baxdım. Dedilər ki, birazdan gün çıxma ehtimalı var. Vay, hava gül kimi sərin idi də. Yenə gün çıxdı qızlar, gün çıxdı. Günə baxın. Of. Əsl dəniz havası oldum. Nə düşdüm? Bezdim, nəysə. Belə işlər. İndi isə çürümüşdü işlər. Mən gedirəm yuxarı. Yuxarı getmədim. Telefona baxdım. Bəli. Saat oyda 15:58-də heç xəbərim yoxdur qızlar. Daju səndəmə 4-də 1 dəqiqə qalıb artıq. 4 tamam da deyə bilərik artıq. Vay canına. Deyəcəksiniz ki, niyə mənə... Mən keçən videoda da bilməyib demişdim ki, ASMR mini rutin çəkmişəm sizin üçün. Bəli, o videonu tam-tamına 26 iyun 25 iyun tarixini çəkmişəm. Amma editləmişəm 26-sı, 25 çəkib 26 editləmişəm. Amma inanın ki, heç vaxtım yoxdur onu atıb və bugün ayın 30 iyun tarixidir. Yəni 30-udur, bəli. Tam-tamına 5 gündür mən o videonu 4 gündə editlənmək üçün 4 gündür o video atılmayıb. Vay canına, sizcə məndən video gözləmirsiniz? Çünki iyulun 1-i ilk videom yayında olacaq qızlar. Ona bol-bol yorum yazıb, like atıb, bu arada yenə də kanala abunə olub unutmayın. Bu videoda like atıb kanala yenə də bu videoya görə də abunə olursunuz. Təbii ki də bol-bol yorumlar yazsınız, gözəl heyp edirsiniz. Çox sağ olun. İlk öncədən hər şeyə görə təşəkkürlər qızlar. O da nəysə, deməli qızlar. Aha, belə işte yenə çürmüşdü işte. Nəysə, boş verin. Saat 16:20-dir. Mən hələ də çürün danışırdım burada. Rəfiqəm zəng elədi, ona görə ayırmaq zorunda qaldım kameranı. Nəysə, boş verin, nə danışırdım, heç özüm də bilmirdim. Yadımdan çıxdı da. 1 iyullu mənim videom, ilk videom yanımda olacaq, günlük vlog. İkinci videom, yəni ASMR mini rutin videom isə yayında olacaq, deməli 4 gündən sonra 5 iyul. Bu videomda yayında olacaq 9 iyul tarixində. Bugünsə 30-udur. 6 gün sonra siz bu videonu izləyəcəksiniz. Amin inşallah qızlar. O zaman da kanala abunə olarsınız, video like atarsınız, bol-bol gözəl yer yazıb heyp edərsiniz. Nəysə, paylaşarsınız dostlarınızdan bir də. Ki, belə bir gözəl kanal var və kanalım gözəl videoları var. Amin inşallah. Sizə çox gözəl bir vloglar çəkmək istəyirəm. Həqiqətən yaxında çox gözəl bir vloglarla qarşınızda olacağım dostlar. Sizi çox sevirəm həqiqətən. Çünki sizin qarşınızda olacağım yeni və
tezliklə çox gözəl yeni proyektlərlə, vloqlarla, reklam çəkişlərlə, başqa vesaire şeylərlə. Bu arada mikrofonu düz ağzıma salmışım. Tövbe estağfurullah. Neyse, boş verin, zarafat edirəm. Bu adi bir zarafatdır qızlar. İndi isə o qədər sıxılıram ki, sizinlə danışmaq istəyirəm sadəcə və danışıram. İnşallah ki, məni sona qədər izləyirsinizdir qızlar. Videoda sona qədər izləyin bu arada hər zaman. Çünki birdən bilmədiyiniz və ya da məlumatlanmaq istədiyiniz bir şey haqqında danışaram. Siz isə bilməzsiniz, onu xəbərdar olmazsınız. Bildirimlərinizi də niyə bağlayırsınız? Açın. Mən video atanda xəbəriniz olsun. Bəli, belə. 3 vlogumun üçündə də heç belə uzun danışmamışdım həqiqətən. Yəni ilk səfərdir belə danışıram və özüm isə öyrəşməmişəm. Öyrəşmişəm, amma o biri səhifələrimdə, o biri oyun kanallarımda, bu kanalımda heç öyrəşmirəm. Öyrəşirəm inşallah yavaş-yavaş. Narahat olmayın. Öyrəşəcəm. Mənlikdə öyrəşmək, mənlik nəsə boş verin. Və dostlar, bu arada ailəmizi tanıtmaq istəyirəm. Mənim bizim gəlinimiz rəssamdır. Kim rəssam olmaq istəyirsə yorumlara yaza bilir. Əgər rəssam olmaq istəyənlər, rəssamlığa həvəsli olanlar, yəni rəssamlığı çox sevənlər, yeni rəsmə başlayanlar, rəsm müəllimi olub amma daha çox məlumatlar əldə etmək istəyənlər, rəsm haqqında daha gözəl məlumatlar, çizimlər əldə etmək istəyənlər bu yoruma yazsınlar. Çünki ağlımda çox gözəl bir rəsmlə bağlı video fikri var. Gəlinimizin rəsm kursuna gedəcəm inşallah bu yaxınlarda. Onu da sizin üçün vlog edəcəm. İnşallah orada sizə bol rəsm haqqında məlumat verəcəm də, bol qızlar. Belə şeylər. Gəlinimizin 23 yaşı var, amma baxmayaraq 23 yaşı var, çox gözəl bir performansı var Nigarın. Art Nigar, yəni rəssam Nigar, belə deyək. Qardaşım biznesmendir. Bu arada siz mənim qardaşımın üzünü heç görməmisiniz, görəcəksiniz inşallah yaxında. Çünki qardaşım çox vaxt işdə olur dostlar. Mənim qardaşım səhər saat 8-də gedir işə, mən saat 9-da onda dururam. Bugün belə duranda qardaşım artıq işdədir çoxdan. Qardaşım maksimum 8-in yarısı falan tapmaq olar güclə. 7-də tapmaq olar, onu tapa bilmirik. Axşam saat işi 6-da bitir qardaşım. 8-ə falan gəlib çıxır evə, çünki Bakıda işləyir, maşını var şəxsi. 8-ə falan da gəlib çatır işə. Bakıda biraz uzaqda işləyir də, yəni 6-da çıxır, 7-yə falan gəlib çatır işə, 7-8. Mən isə sizinlə yadıma düşmür ki, qardaşım çəkim. Qardaşım özü də işdən gəldikdən sonra otaqdan bayıra çıxmır. Zaten uşağı ilə falan vaxt keçirir, normal haldır. Çox sevirəm onu da. Onun da adıdır bu arada. Mən Aysun, bacım da var 17 yaşında bacım da var, adı Ayşədir. Bir qardaşımdır, o da biznesmendir. İndi dediyim, sizin danışdığım haqqında məlumat olaraq qızlar. Onunsa 24 yaşı var, yəni məndən 3 yaş böyükdür və özünü hər zaman mən böyüyəm deyir. Çünki normal olaraq yəni böyük bacı və qardaşların dediyi bir kəlmədir yəni bu. Fikir verməyin. Artıq inanın ki qızlar 4 dəqiqədir sizə yəni söhbət edirəm. 4 dəqiqə düşüb indi mən zorluqlar çəkmişəm. Nə qədər? İndi saat 16:18-dir. Mən gəldim həyətə, havuza baxıram, bu gözəl mənzərəni dinləyirəm, hava alıram, sakitləşirəm, bu gözəl mənzərəsini çəkirəm. Nəysə, çox gözəldir həqiqətən. Özümdən iş çıxarıb sizcə neynəsəm yaxşıdır. Getdim pomidor, xiyar və soğan doğradım, gətirdim burada kebab elədim. Vay, lazım idi denən sənə. Bir dəqiqə mama kebabım necə idi sən cana doğurdu. Süperdi, yedim, həqiqətən dadına baxdım qızlar. 3 dənə etmişdi, birində yarı böldük. Bəli, təbii ki də. Mamanın kombini ilə də uyumludur bu arada. Deməli qızlar, saat 7-dir. Biz kebab da eləmişik, yemişik özümüz üçün, mama ilə demişik, görmüşük, saat 6 olub. İndi isə gedirəm video editləməyə. Video editləməyə də 1-2 saat çəkəcək. Saat olacaq 8 elə. Mən onda açaram. Deməli qızlar, saat 9-un yarısıdır. Hamı artıq evdədir. Mən isə bura düşdüm ki, çünki hər kəs yəni şeydədir, kuxnada yemək saat deyirlər. Mən də gedərəm yemək yeyib. Saat 9'un yarısı. Çünki yemək yedikdən sonra saat